Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çox dadlı, əsil yay şirniyyatının reseptini paylaşıram. Və ilk öncə bağda olan nanələrimi yığıram. Nanənin ən gözəl mövsimidir. Artıq neçənci biçimdir. İsti yay günlərində yağlı, kremli şirniyyat istəmirsinizsə, bu şirniyyat əsl sizin üçündür. İstədiyiniz meyvə ilə hazırlaya bilərsiniz. Həm çay süfrəsinə, həm qonaq süfrəsinə çox dadlıdır. Keksi yumuşaq, meyvələri karamel dadında ən dadlı yay şirniyyatıdır. Əvvəlcə 2 ədəd yumurta mikserlə ağarıb köpüklənənə kimi çalınır. Üzərinə 100 qram şəkər tozu əlavə edirik. Şəkər tozu əriyənə kimi çalmaq lazımdır. 100 ml ətirsiz dadsız bitki yağı və 1 stakan qatıq əlavə olunur. 1 paket vanil, 1 paket qabartma tozu əlavə edirik. 200 qram ələnmiş un əlavə edib mikserin çox asta sürətində qarışdırırıq. Hazır xəmiri bir kənara qoyuruq. 4 xörək qaşığı şəkər tozu, üzərinə 2 xörək qaşığı su əlavə edib vam odda qaynayana kimi bişiririk və karamel rəngi alana kimi bişirmək lazımdır. Çox tündləşdirməyin, tavanın çünki istiliyində də qaralır. 1 ədəd şaftalı və 10-15 ədəd çiyələk doğranır. Digər meyvələrdən də istifadə edə bilərsiniz. Formanın içərisinə eyni bərabər yayıb üzərinə karamel gəzdiririk. Çalışın karamel meyvələrin üzərinə yayılsın və xəmiri də üzərinə əlavə edirik. Hər tərəfə bərabər yaymaq lazımdır. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişiririk. Keksin yapışmış hissələrini bıçaqla formadan ayırırıq. Tam soyana kimi gözləyib tərs çeviririk. O qədər ətirli, o qədər dadlıdır ki, mütləq bu resepti siz sınamalısınız. Əminəm hamınız çox bəyənəcəksiniz və sizdə bundan da dadlı alınacaq. Mütləq hazırlayın və bizə yazın. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpirik və bizim dadlı yay şirniyyatımız hazırdır. Piroqu tam soyuduqdan sonra kəsə bilərsiniz. Hazırlayan hər kəsə indidən nuş olsun. Kanalı izləməyi, videoları bəyənməyi unutmayın. Bəyənin ki, bizə dəstək olasınız. Sağ olun, sağlıqla qalın.